Azadlıq Radiosunun söhbətləşdiyi fermerlər deyirlər ki, ölkədə dabaq xəstəliyinin ikinci dalğası başlayıb. Dünən də günorta çağlarında ən böyük inək öldü də yaşamaq mümkün olmadı. Qarında 6 aylık balası vardı. Harası 3000'den yuxarı gəlmədi bizə. Təkcə 2024-cü ilin sonundan 2025-ci ilin əvvəlinə qədərki müddətdə dabaq xəstəliyi əleyhinə 4,3 milyon manatlıq vaksin alınması üçün tender keçirilib. Qaydalara görə hər 6 aydan bir ev heyvanları dabağa qarşı peyvəndlənməlidir. Amma Azadlıq Radiosuna danışan fermerlər deyirlər ki, onların mal heyvanına vaksin vuran olmayıb. Vaksin vurulmayıb. Şəxsən bizim ərazi, bizim ətraf evlərin heç birində gəlib vaksin vuran olmayıb. Yalan söyləmək. Alladırlar. Mənim sillərmi bu pulları, bu dərmanları neyinlə mən bilmirəm. Sabirabaddan olan fermer Fərman Salmanovun 2 gün öncə nəyi tələf olub? İnan ki, 10 günə qədər demək ki, o da heç nə yeyə bilmədi. O qədər vəziyyət ağır oldu heyvanların. Türkəçarı ilə mi, öz şəxsi vəsaitimiz hesabına müalicə etdirdik, elədik özümüz. Heç bir həkim, baytar gəlib bizim heyvanlara baxış keçirməyib. Başqa bir fermer Zamin Nəsirov deyir ki, onun da 20-yə qədər qoyun quzusu tələf olub. O heyvanlar arasında xəstəliyin belə sürətlə yayılmasını peyvəndləmə işlərinin vaxtında aparılmaması ilə əlaqələndirir. Dərmanı gətirib vurulanda 21 gün immunitet, bədəndə immunitet yaradır 21 gün. Dərmanın gec gəlməyi xəstəliyin qarşının alınmamağına gətirib çıxardır. Azərbaycanda heyvanların dabaq xəstəliyi əleyhinə peyvəndləməsi dövlət hesabına aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi son 3 ildə təxminən 10 milyon manatlıq vaksin alınması üçün tender keçirib. Amma Nazirlik fermerlərin peyvəndləmə işlərinin vaxtında aparılmaması ilə bağlı və digər iddialarını cavabsız qoyub. Rəsmi məlumatlarda Azərbaycanda dabaq xəstəliyinin Gürcüstandan gətirilən heyvanlardan yayıldığı bildirilir. Kənd Təsərrüfatı eksperti Vahid Məhərrəmov deyir ki, hətta bu doğru olsa belə vaxtında peyvəndləmə aparılsaydı, xəstəlik belə sürətlə yayılmazdı. Bir rayonda peyvəndləmə aparılmayıbsa, ola bilər həmin rayonda yayılar. Digər rayonlara gedib çıxmazdı. Bu onu göstərir ki, ümumiyyətlə o sahəni buraxıblar başlı başına. Ümumiyyətlə. Yəni, həqiqətən də alınıbmı, yoxsa sənədləşdirilibmi vaksinlər? Gətirilibsə, onun keyfiyyəti standarta cavab verir ya yox? Və gətirilibsə, standarta cavab verirsə, o peyvəndləmə işləri həyata keçirilib, o tədbir həyata keçirilib ya yox? Yaxşı, bu işlərin hamısı görülübsə, nədən birdən-birə heyvanların arasında belə geniş yayılıb bu xəstəlik? Bunun cavabı olmalı. Parlamentin Aqrar Siyasət Komitəsinin sədr müavini Razi Nurullayev deyir ki, bu məsələ Milli Məclisdə də qaldırılacaq. O bildirir ki, açıq qalan suallar ciddi araşdırılmalıdır. Bu artıq əlaqədar orqanlar, hüquq mühafizə orqanlarının, əlaqədar dövlət qurumlarının, Kənd Təsərrüfatı Nazirliyinin özünün vəzifəsidir ki, bu araşdırmanı aparsınlar və kimlər günahkardırsa da onları da cəzalandırsın. Çünki bu artıq dövlətin, Azərbaycanın və insanlarımızın ərzaq təhlükəsizliyi ilə bağlı böyük bir məsələdir. Dabaq xəstəliyi əsasən iri və xırdaboynuzlu heyvanlarda yayılan yoluxucu virus infeksiyasıdır. Bu xəstəlik heyvanların ayaqlarında, ağız və dodaq ətraflarında yaralar, qabıqlar əmələ gətirir. Heyvanın hərəkətini çətinləşdirir, qidalanmasını əngəlləyir. Nəticədə zəifləyən heyvana vaxtında müdaxilə olmasa tələf olur.